Bax, diqqət elə. Hakim məsələsi Əhl-i Sünnə vəl Cəmaənin usullarından, əqidəsindəndir. Əgər kim hakim məsələsində çaşarsa, azarsa, o Əhl-i Sünnənin usulundan çaşmışdır. Əhl-i Sünnəyə yox, başqa bidət firqəsinə nisbət olunur o insan. Baxın, deyir ki, Əhl-i Sünnə vəl Cəmaə etiqad edir ki, yəni imamın arxasına namaz qılmaq. Yəni kimin? İmam deyəndə burada rəhbərdən, prezidentdən söhbət edir. Və onun təyin etdiyi insanlardan. Və onların arxasına namaz qılmaq. Onlarla bərabər cəmaat, cümə namazları. Və yəni əmirlə bərabər cihad etmək, müharibədə onunla bərabər döyüşmək. Və ona yardım etmək. Və ona itaət etmək. İstəyir onlar zalim olsun, istəyir onlar günahkar olsun, istəyir onlar xeyirxah olsun, istəyir onlar adil olsun. Aydındır. İstəyir onlar zalim olsun, istəyir onlar günahkar olsun, istəyir onlar adil olsun, istəyir onlar xeyirxah olsun. Yəni, hər bir halda Əhl-i Sünnə vəl Cəmaə hakim olduğu üçün onlara nə edir? İtaət edir. Yəni, zalim olduğu üçün ona qarşı çıxmır. Fucur, günahlar etdiyi üçün ona qarşı çıxmır.